Dövlət İmtahan Mərkəzi bu il keçiriləcək buraxılış və qəbul imtahanlarının qrafikini açıqlayıb. Məlum olub ki, tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 2 zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə 2 imtahan gününə bölünəcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verəcəklər. Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər. Ümumi, yəni 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 3 zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan bir ay öncə zonalara aid şəhər və rayonlar haqqında məlumat veriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı isə ərizə qəbulunun birinci mərhələsi 18 fevral 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi aprelin 19-da keçiriləcək. Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq. Birinci, ikinci, üçüncü və dördüncü ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may-iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel-may aylarında aparılacaq.